Hörmətli tamaşaçılar, mən bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Vaxtilə Milli Məclisin deputatı, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri Qüdrət Həsənquliyev Azərbaycanda kazino biznesinin fəaliyyəti ilə bağlı təkliflər irəli sürüb. 2016-cı ildə Qüdrət Həsənquliyev Azərbaycanda kazino fəaliyyətinin təşkil edilməsilə bağlı təklif irəli sürəndə bu süngü ilə qarşılandı. Çox ciddi tənqid olundu. Hətta onun milli mənəvi dəyərlərimizə xilaf çıxmaqda, nə bilim axı, özünün konkret məqsədlərinin olmasında ittiham elədilər. Millət vəkilləri də, bəzi deyək ki, ekspertlər də Qüdrət Həsənquliyevi sərt tənqid elədilər. Qüdrət Həsənquliyev 2021-ci ildə də dekabr ayında Milli Məclisin plenar iclasında yenə kazino məsələsini gündəmə gətirdi və Qarabağda və Şərqi Zəngəzurda kazinoların açıla biləcəyini bildirdi. Belə bir təklif irəli sürdü ki, Qarabağda və Şərqi Zəngəzurda kazinolar açıla bilər. Bu, Qarabağın və Şərqi Zəngəzurun inkişafına müsbət təsir göstərir. Hələ 2016-cı ildə Qüdrət Həsənquliyev kazino fəaliyyəti ilə bağlı təklif irəli sürəndə Milli Məclisin deputatı Siyavuş Novruzov onun əleyhinə çıxmışdı. Mən Siyavuş Novruzovun həmin vaxt mətbuata verdiyi müsahibədə səsləndirdiyi fikirləri olduğu kimi tamaşaçıların diqqətinə çatdırmaq istəyirəm. Siyavuş Novruzov həmin dövrdə mətbuata verdiyi müsahibəsində qeyd eləmişdi ki, hələ uzun müddət əvvəl kazinolar Azərbaycanın mərhum prezidenti Heydər Əliyev tərəfindən çox düzgün olaraq qadağan edildi. Həmin dövrdə də qeyd olunmuşdu ki, bu bizim milli mənəvi dəyərlərimizə uyğun deyil. Hazırda Türkiyə kimi dövlətin özündə də kazinoların hamısı ləğv olunub. Ölkədə bir dənə də olsun kazino fəaliyyət göstərmir. İstisna olaraq Şimali Kipr Türk Cumhuriyyətində kazino var. Orada yalnız xarici vətəndaşların daxil olması və oyun oynamasına icazə verilir. Kiprin öz vətəndaşlarına kazinoda qumar oynamaq qadağandır. Bundan başqa 2000-ci ildə Rusiyada da kazinolar ləğv edilib. Siyavuş Novruzov bildirmişdi ki, Qüdrət Həsənquliyev ölkəyə gəlir gətirməsi turizmin inkişafı nöqteyi nəzərindən bu məsələni qaldırıb. Amma mən özüm dəfələrlə Çin kimi böyük dövlətdə olmuşam. Hətta dünyanın aparıcı ticarət mərkəzlərindən olan Şanxayda kazino yoxdur. Bu ölkələr həm öz ölkələrinin mənəvi dəyərlərini, həm də onların əlindəki vəsaitləri qorumaq üçün bu addımı atıblar. Ola bilər ki, Azərbaycandan 3-5, 50-100 adam Gürcüstanda, Şərqi Avropada və s. kazinoya gedərək vaxtını keçirir. Bu başqa bir şeydir, amma kütləvi şəkildə Azərbaycanda kazino fəaliyyətini məqbul saymıram. Bu 2016-cı ildə deputat Siyavuş Novruzovun mətbuata açıqlamasından statlar idi, fikirlər idi. Tək Siyavuş Novruzov deyil, o vaxt Milli Məclisin deputatı Aydın Mirzəzadə də bunun əleyhinə çıxmışdı və kazinoların Azərbaycanda fəaliyyətini məqbul hesab eləməmişdi. Bunun iqtisadi inkişafımızda heç bir faydasının olmayacağını bildirmişdi. Yəni, deputat Qüdrət Həsənquliyevin bu təklifi də bir mənalı qarşılanmamışdı və ciddi tənqid olunmuşdu. Zaman göstərdi ki, sən demə, elə Qüdrət Həsənquliyev haqlıymış. Doğrudan da Azərbaycanda kazinoların fəaliyyəti ölkənin iqtisadi inkişafına çox böyük gəlir gətirə bilər. Mənə maraqlıdır. Görəsən, Siyavuş Novruzovla Aydın Mirzəzadə bu qanun layihəsinin lehinə yoxsa əleyhinə səs verib.